qurbağalar ötən gün Ramana sakinlərinin, xüsusilə də azyaşlıların küçədən topladığı qurbağaların cüzi bir hissəsidir. Sakinlər video çəkərək sosial şəbəkələrdə paylaşmışdı və bildirmişdilər ki, göydən əraziyə qurbağa yağır. Qurbağa yağdı Ramanaya. Həqiqətən bu hardan yağdı belə? Buna yerimək olmur. Bəs göydən həqiqətən də qurbağa yağa bilərmi? Kütləvi şəkildə qurbağaların bu ərazilərə dağılmasının səbəbi nədir? Bunu araşdıracağıq. Ramana qəsəbəsi Şuşa şəhərciyinin Aşıq Ədalət və Şəhid Seyid Əli küçələrinin sakinləri bildirir ki, bu il ərzində artıq neçənci dəfədir ki, yağışdan sonra ərazini qurbağa seli bürüyür. Bura baxırdın, hər yer çamça quyruqla doluydu. Baxırdın, hər yer qapqaraydı. Bütün uşaqlar da tuturdu. Qurbağa yağırdı. Dünənlər görəcəyiz, biz küçəyə çıxa bilmirdik. Həyətdə gəzə bilmirdik. Sakinləri narahat edən digər məqam isə qurbağaların həm ayaq altında, həm də küçədən keçən maşınların təkəri altında qalıb məhv olmasıdır. Yağış yağanda mümkün deyil, qarışqa kimi. Buradan da o pislərə və həyətlərə verilib gedir. Hansısa bir aidiyyatı quruma müraciət etmişsiniz ki, bax belə hal baş verir. Heç. Sakinlər onu da iddia edir ki, qurbağalar yaxınlıqda yerləşən qamışlıqdan küçəyə yayılıb. Bəs bu canlıların belə sürü halında küçələrə, həyətlərə dolmasının səbəbi nədir? Ekoloq Ənvər Əliyev deyir ki, ölkəmizdə qurbağa yağışının olması çox nadir hadisədir. Qurbağa yağışı müəyyən hava şəraitində, xüsusən də güclü fırtına və tornadoda baş verə bilər. Hava axınları yerdən qaldırdığı qurbağaları, balıqları, kiçik həşəratları özləri ilə çox yüksək hündürlüyə, bəzən bir neçə kilometr yüksəklikdəki sahələrə aparır. Daha sonra bu canlılar göydən yerə düşürlər. Neçə gündür bizim əramızda həm küləkli, həm yağışlı hava olmağı, küçələrdə çoxlu suların dayanması və onların yaşadığı əsas mühitlə həmin indiki mühit arasında çoxlu su dayanmağı müəyyən vaxt ərzində. Onları miqrasiya eləyirlər və ona görə də qurbağa yağışlarda deyirlər. Bəzi hallarda da o su gölməçələrindən onları küləklər buraya doğru atır. Belə vaxtlarında onları küləklər və yaxud da ki, su tutarlar birindən o birinə miqrasiya eləyə bilirlər. Ənvər Əliyev deyir ki, qurbağalar təbiətə yaxud da insanlara heç bir zərər vermir. Belə hava şəraiti onların özlərinə zərərlidir. Məskunlaşdıqları su kütləsi azaldıqca günəşin təsirindən dəriləri quruyur və məhv olurlar. Turanə Tağızadə, Elvin Muradov, ATV Xəbər. Dostlar, əziz bal sevənlər, Qurban Bayramı ilə bağlı mən Arıçı Vidadi olaraq sizin üçün bir kampanya elan eləmişdir. Kampanyamız bir balon bal alana 1 kiloqramda bal hədiyyə kampanyası idi. Aziz dostlar, bugün müqəddəs Qurban Bayramı gününün son günüdür. Yəni bugün etibarən kim bir balon bal alsa ona 1 kiloqram bal hədiyyə verəcək. Qurban Bayramından sonra bu kampanya ilə bağlı mənə heç kəs zəng eləməsin. Çünki bu kampanyanı yalnız və yalnız mən müsəlman bayramlarında eləyirəm. Kim istəsə 051 546 39 39 zəng eləyə bilər. Azərbaycanımızın bütün şəhər və rayonlarına da balı göndərib çatdırmamız tam pulsuzdur. Bir daha nömrəmi qeyd edirəm, yazın 051 546 39 39. Bugün kim zəng eləyib bir balon bal alsa ona 1 kiloqramdan mən bal hədiyyə verəcəyəm. Sağ olun, var olasınız.